Çeşmələr su ilə dolu, bağlar abad, ağaclar bəhrəli, gözlər intizarda, qəlblər qərarsız və səni görmək arzusundadır, ya Hüseyn. Bu sözlər İraqın alim və tanınmış şəxsləri tərəfindən yazılan dəvət məktubların çox az bir hissəsinin məzmunu idi ki, hər gün Məkkəyə göndərilirdi və imamdan istəyirdilər ki, Kufəyə tərəf yola düşsün. Hardaydın Süleyman'ın hududu? Gecikmişsən ha? Kufəyə başvurmağa məcbur oldum Zerbi. Əbu İshak evdədir. Bəli ağa. Yarın fərağından bir qərardır. Çox səbirsizdir. Azı 10 dəfə məni göndərib ki, Zerbi, git gör ki yandan bir xəbər var ya yox. Zerbican, dostumuzdan müğayət ol. Bizə çox xəcalət verib. Gözüm üstə. Xəcalətindən çıxarır. Hə Kiyan, Məkkənin Yusifindən nə xəbər var? Xoş xəbərim var Əbu İshak. Əmisi oğlu Müslüm İbn Əqili Kufəyə göndərib ki, Kufəlilərin dəvətinin doğruluğunu və düzgünlüyünü yoxlasın və bu xəbərləri təcili imama yazsın. Peyğəmbər Əhl-i Beytinin gözətçisi hal-hazırda Kufə yolundadır Muxtar. Müslüm İbn Əqil? Onu görmüş olduğunu sanmıram Muxtar. Yox, yadıma sala bilmirəm. Sən necə? Onu görmüsən? 15 il əvvəl görmüşəm. O vaxtlar 17-18 yaşlı cavan idi. İndi əməlli başlı kişi olmalıdır. Müslüm nə vaxt Kufiyə tərəf yola düşüb? Məkkəyə göndərəcəyimiz çaparın verdiyi xəbərə əsasən bir ay əvvəl kəsə yolla Kufəyə tərəf yola düşüb. Onda indi Kufiyə çatmalıdır. Yox, Əbu İshak. Hələ çatmayıb. Ləfqaya gəlməzdən əvvəl Kufəyə baş çəkdim. Süleymanın evinə gedib, araşdırdım, bir xəbər yox idi. Bəlkə də məmurların əlinə keçib. Ola bilməz. Bəlkə də yolu itirib. Hardan bilirsən? Yoxa çıxmayıb ki. Ya yolu itirib, ya da sən deyən kimi məmurların əlinə keçib. Qalx Kiyan. Vaxt itirmədən bu məsələdən bir xəbər bilməliyik. Müslüm nə üçün Kufiyə çatmayıb? Əgər çatıbsa, hara gedib? Qalx. Muxtar, qoy bir təri soysun. Özünə gəlib yorğunluğu çıxandan sonra Müslümü axtarar. Narahat olma. Yox Ömrəcan, Hüseynin elçisi təhlükədədir. Müslümü tapsaq yorğunluğumuz çıxar. Mən Kufədə idim. Müslümdən heç bir xəbər yox idi. Onun məmuriyyətindən kiminsə xəbərdar olmasını düşünmürəm. Düşməni axmaq hesab eləmə Kiyan. Sir o vaxta qədər sir olaraq qalır ki, ağızdan çıxmayıb. Kufəlilərin məktub yazmaqda ifrata varmaları Yezidiləri əl-ayağa salıb. Onlar gözdə qulaqdadılar ki, görəsən Hüseyn nə vaxt cavab verəcək. Sən Müslümin məmuriyyətindən xəbərdarsansa, mütləq düşmənin də bundan xəbəri var. İbn Kamili köməyə çağır Kiyan. Kufiyə gələn bütün yol və cığırlarda pusku qurun. Müslümü tapın ki, Kufiyə qədər müşahiət eləyin. Əgər istəsə mən Kufədə Hüseynin əmsi oğlunu öz evimə dəvət eləyərəm. Ömrə, sən də geyinib gərək atanın görüşünə gedəsən. Soruşa bilərəm, niyə? Qohum əqrabanı görmək qəsdi ilə. Elə bu? Xeyr. Bir oxla 2 hədəf nişan alaq. Müslümin məmuriyyəti barədə nə bildiyini öyrənməlisən. Yəqin ki, atamın sirrini biləndən sonra gəlib onu ərimin yanında faş eləməliyəm. Nə deyim? Muxtar, əgər atam mənə bir söz deyirsə, məni öz sirdaşı hesab eləyib deyir. Necə ki, sən məni öz sirlərinə məhrəm bilirsən. Sən necə razı olarsan ki, onun sirlərini sənə açım? Əgər məndən ərinin nə xəyalları var deyə soruşsa, sənin sirlərini ona deyə bilərəm? Ömrə xanım düz deyir Muxtar. Yaxşı olar ki, onu bu işlərə qatmayasan. Muxtar,
Xahiş eləyirəm, məqsədinə çatmaq üçün məni vasitəçi eləmə. Hansı vasitə ömrə? Elə bilirdim məndən səfər yoldaş olmusan ki, mənə kömək eləyəsən. Sən atamla qarşı-qarşıya durmusan. Mən bir söz dedim? Müxalifət elədim? Bu az köməkdir, Muxtar. Maraqlanmağın lazım deyil. Get öz atana baş çək. Hal əhval tut, halını soruş. Yox, Muxtar, yox. Mən evimdən tərpənməyəcəm. Bəlkə Müslümü Ləfqaya dəvət eləyəsən, Əbu İshaq. Yox Kiyan. Müslüm Ləfqaya gəlsə, qaynatam elə bilər ki, qılıncımı onun üstünə qaldırmışam. Mən hələ Nomandan ümidimi üzməmişəm. Ümmü Sabitlə nə eləyəcəksən? Allah eləməmiş hörmətsizlik eləsə onda necə? Müslüm İbni Əqil İranlı Kiyan deyil ki, lənət və nifrətə, məzəmmətə layiq olsun. Ümmü Sabit sənə nə iniyib? Mən Ümmü Sabitin dil yaralarına öyrəşmişəm. Məni görəndə söyməsə ürəyi rahat olmur. Bugün iddia eləyirdi, güya mən səni qızışdırıram ki, ərəblərdən nəslimin təhqir edilməsinin intiqamını alım. Xəcalətliyəm Kiyan. Ümmü Sabitin tər sözü və acı dili həmişə səni sancıb. Düşməniniz xəcalətli olsun, Sərdar. Ürəyin rahat olsun. Kiyanın Muxtara olan bağlılığını heç bir qayçı kəsə bilməz. Ümmü Sabitin dil yarası həmişə zəhərli olmayıb. Bəzən nuş və ləzzətli olub. Muxtar Kiyan üçün tezliklə zühur edəcək xilaskar bəşər övladıdır. İbn Kamil, gəl. Nədir? Sən də mən gördüyümü görürsən? Sən nə görürsən ki, Kiyan? Hərəkətdə olan bir qaraltı. Deməli gördüyün ilğim deyil, çünki mən də görürəm. Ola bilər ki, həmən gözlədiyimiz Yusif olsun. Hicazla İraqın arasındakı Bərahut çölü cəhənnəmdir. Bu cəhənnəmi keçmək
Hər adamın işi deyil. Bəs siz necə keçmisiniz? Mən muxtaram, cənab Müslüm. Əbu Ubeyd Səqəfinin oğlu. Muxtarın tanıtdırılmağa ehtiyacı yoxdur. Bir neçə il əvvəl səni Mədayinin Ağ qalasında görmüşəm. O vaxtlar mən yeni yetmə cavan idim və sənin kimi böyük kişilərin gözünə görünmürdüm. Mədayinin qalasında eşitdim ki, mənim əmim oğlu Həsənin Muaviyə ilə müharibəsində bir tərəf qalıb əkinçiliklə məşğul olmusan. Həmin gün sənin elədiklərin mənim kimi vəfasızlıq və çətinlik görməyən birinə şirin gəldi. Allah əmin Səidə rəhmət eləsin ki, əlindən gələni əsirgəmədi. Həmin bir tərəfliyimin hekayəsi neçə illərdir ki, canıma od salıb. Biz həmişə uçurum təhlükəsindəyik. Şeytan elə bu iş üçün məmur olunub və iti qılıncı var. Şeytan hamını yoldan çıxaracağına and içib. Bu səhvdən sonra imanı daha da möhkəmlənən şəxslərin əlindən şeytanın qəlbi qan ağlayır. Sizi qonaq qəbul etməyimə layiq bildiyiniz üçün fəxr hissi duyuram. Səfərə tək çıxmısınız? Xeyr, tək deyildim, amma tək qaldım. 2 yol bələdçim var idi ki, yolun yarısında istinin şiddətindən və susuzluqdan həlak oldular. Cəhənnəmdir Hicazla İraqın arasındakı o çöl. Bu cəhənnəmdən keçmək hər kəsin işi deyil. Bu səfər eşq səfəridir, qardaş. Əgər eşqin möcüzəsi olmasaydı, mən də həlak olardım. Kufiyə hansı səmtdən daxil oldunuz? Duzluq tərəfdən. Məmurlarla rastlaşmadınız? Niyə? Onları alladaraq aradan çıxdıq. Ola bilər ki, iznizə düşmüş olsunlar. Yox, Əbu İsaq, arxayın ol. Deyəsən Müslümün yola düşməsi xəbəri Yezidilərin qulağına çatmayıb. Hələ də möminlər Kufədə qəribdilər. Bəs hardadılar əmim oğlu Hüseynə saysız dəvət məktubu yazanlar? O dəvət hara, bu cür gizlənmək hara? Cənab Müslüm, dəvətnamələrlə fəaliyyətimizi gizlətməyin ziddiyyəti yoxdur. Məsələ bundadır ki, Kufədə hələ də Yezidin hakimiyyəti və məmurları hökm sürürlər. Əgər Kufədə möminlərin gücü olsa da gizlidir. Əgər möminlər hakimlik eləməsə, məmuru, əskəri, gecə qaravolçusu olmasa, hakim və hökmü olmasa, ehtiyatda olmalıyıq. Siz özünüz nə düşünürsünüz, Muxtar? Kufə cəmaatı doğrudan da Peyğəmbər övladını istəyirlər? Nə deyim? İstəməyini istəyirlər. Məsələ ondadır ki, Kufəllər bivəfadılar. Qorxuram ki, Kufə cəmaatı keçmişdəki kimi vəfasız çıxsınlar. Son damla qanıma qədər Peyğəmbər övladının yanında olacam.
əlini uzat İbn Əqil. Hüseyn İbn Əlinin səfirinə ilk beyyət əli verənlərdən olmaq istəyirəm. Ləbbeyk ya Hüseyn. Ləbbeyk ya Hüseyn. Ləbbeyk ya Hüseyn. Muxtar, Kufənin şiyə şeyxlərinə xəbər verin. Gecə olmamış əmmoğlu Hüseynin məktubunu onlar üçün oxuyun. Ləbbeyk ya Hüseyn. 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 Ləbbeyk ya Mən Müslüm İbn Əqil əmim oğlu Hüseyn İbn Əli tərəfindən məmur olub Kufəyə gəldim ki, Kufəlilərin sözünün doğruluğundan və eləcə də dəvətlərinin düzgünlüyü barədə onu xəbərdar eləyim. Ey cəmaat! Qorxu və ikrah üzündən olunan beyyət düzgün deyil, batil və haramdır. Siz seçməkdə azadsınız. Hüseyn ya Yezid. Mübarək olsun Əbu İshaq. Eşq dövləti yenidən quruldu. Hələ mühakimə yeritmək çox tezdir ki, yəni. Niyə şübhə eləyirsən Əbu İshaq? Bilirsən nədən qorxuram İbn Kamil? Hə, Qəbilə başçıları keçmiş xətalarının əvəzini çıxmaq fikrindədirlər, nəinki Ələvi hökumətinin qurulması. Əgər Yezid onunla müxalifət edənləri aradan aparıb məhv eləmək üçün öz qoşununu göndərsə, hansı ordu ilə onun qarşısında duracağıq? Ey Kufə cəmaatı! Bir şey bilin ki, xəlifəyə beyyət əli uzatdıqda gərək Ata, möhkəm olub, anam boğçasını bağlayıb istəyir getsin. əməl eləməlisiniz. Getsin? Hara? Bilmirəm, öz-özünə deyir ki, qara görə gedirəm, cəhənnəmin quyusuna gedirəm. Məncə cariyə bibi ilə getmək istəyir. hara Əbu İshaq? Hara gedirsən? Nə deyim? İnəyim yenidən doğub, əyalım yenə mərəkə salıb. Getdi ki, əyalının canından şeytanı çıxartsın. Əbu İshaqın səbir və hövsələsi qibdə olunmağa layiqdir ki, yan. Bilirsən ki, mənim səbrim yoxdur. Əbu İshaqın yerinə olsaydım, Ummu Sabiti tikə-tikə eləmişdim. Bu mənim üçün də təəccüb doğurur. Əbu İshaq bütün bu illəri necə dözə bilib? Dili, əfi ilandı. Bilmirəm, bu vaxta can dadmısan ya yox. Mən ki, bu nemətdən bolluca dadmışam. Əbu İshaqın mərifət və kamalı barədə elə bu kifayətdir. O, bu cür bədxax və acıdil qadının qarşısında dözür. Gərək ərəb olasan ki, biləsən ki, yan. Çox az ərəb taparsan ki, qadının qarşısında belə dözsün. Elə qadın ki, ərinin əqidəsi ilə açıq-aşkar müxalifdir. İlahi, bizi elə yola yönəlt ki, sənin razılığına səbəb olsun. Ümid edirdim ağıllı bir kişi olsan sakitləşib qərar taparsan. Amma saqqalının ağarması da səni ağıllı kamallı eləmədi. Düz 15 ildir ki, Muxtarın qürurunu sındırmağımın cəzası olaraq yanıram, yaxılıram. Neyniyim? Muxtarın qüruru hələ də yaralıdır.
Mən xəcalətliyəm. Məndə bunun əvəzini ödəmək üçün daha heç nə qalmayıb. Köksümdə ürək adlı bir ət parçası var idi ki, o da qanla dolub getdi. Ciyərim Züleyxanın ciyəri kimi oldu. Nariyə üçün nə Muxtarın həyatında yer qalıb, nə ürəyində, nə də evində. İranlı Kiyanın sənin yanında daha çox qiyməti və dəyəri var, nəinki mənim. Elə bir gecə olmayıb ki, ölüm tərəzimi qorxusuz, hürksüz yerə qoyum. Kiyan hər dəfə qapını döyəndə ürəyim ağzıma gəlib ki, görəsən yenə bu bayquş xaraba qalmış evimin damına niyə oturub? Niyə? Sənin kimi adam Kiyan kimilərin röyasıdır, Muxtar. Yolumun üstündən çəkil. Gedirsən ki, məni yarı yolda qoyasan? İstəyirəm Muxtarın mənim üçün açdığı döyüş meydançasından qaçam. Düz eləmirəm? Ümmü Sabit və Fərar? Bəs bağladığımız əhd peyman necə olsun? Əhd bağlamışdıq ki, ölənə qədər bir-birimizi tərk eləməyək. Lənət olsun bu bəxtsiz taleyinə qadın. Lənət olsun. Lənət olsun bu yarımçıq taleyinə. Lənət olsun. Lənət olsun. Bir də ki, Muxtarın arxı hələ dolmayıb. Sən getsən, kim ona qəzəblənib nalə eləyəcək? Muxtarı məqsədinə görə kim danlayacaq? Dərbədər olmuş. Gedib xəbər çatdırdın, hə? Nə oldu, xəbər çatdırdın? Muxtar çalıb çatıb, indi də sən tamamlamaq istəyirsən? Sən nənəm. Haqqın yoxdur bu evdən gedəsən. Sən mənim yolumu kəsmək istəyirsən, kərtənkələ. Sən nədən narahatsan? Sən burnunu bu işlərə soxma. Yoxsa boğazına istiyot tökməyimi, ya da dilini dağlamağımı istəyirsən? Səndən atanın üzündən çıxıb getmək istəyirəm. Nə istəyirsiz eləyin. Sabitcan, Bəli, ata. oğlum, ananla dil ötmə. Gedin ki, biz biraz dərdləşək. Bacını da özündən apar. Baş üstə, ata. Biraz insafsızlıq elədin Nariyə. Əgər sənin ürəyimdə və həyatımda yerin olmasaydı, çöllərə düşərdim. Nə üçün səni tərk eləməmişəm? Qadının qədir qiyməti onun hünəri və bacarığı qədərdir. Sənin hünərin olmayıb ki, Muxtarı yanında saxlaya bilməmsən. Evimi arı yuvasına döndərmisən, Muxtar. Çox çəkməz ki, Yezid evimi yandırıb səni öldürərlər və məni, tifillərimi də əsir apararlar. Bundan qorxuram. Sən Allah bəsdir, Muxtar. Mənim və uşaqlarımın yaşamağa haqqı var. Eşidirsən? Cəmaatın ləbbək ya Hüseyn fəryadı Küfəni lərziyə salıb. Niyə ağlına başqa fikir gəlir, Nariyə? Niyə bizim Yezid və Yezidçilərə qalib gələcəyimizi düşünmürsən? Allaha arxalan xanım, arzularımın qələmi qayaları dəlib keçən kök atmış nəhəng bir ağaca çevrilib. Allaha xatir, bu günlərin ləzzətini burnumdan gətirmə. Aman sənin və arzularının əlindən. Bu sözləri balaca Sabitin ağzından eşitsəydim, yanıb tökülməzdim. Həmişə olduğu kimi bugün də röyaların uşaq arzularına bənzəyir, Muxtar. Sizi Allahın kitabına. Mən sizi Allahın kitabına və peyğəmbərin sünnəsinə əməl eləməyə çağırıram. Çünki bu sünnət ölmüş və bidət dirilmişdi. Öz əmim oğlunu, etimad bəslədiyim şəxsi sizə tərəf göndərirəm ki, məni sizin qəsd və niyyətinizdən xəbərdar eləsin. Əgər mənə yazarsa ki,
alimlərinizin və əlbəttə ki, aqillərinizin fikirləri məktublarınızda yazdığınız kimidir. Sizləri nicat sahilinə hidayət eləmək üçün bilin ki, sizə tərəf gələcəm. And olsun canım əlində olan Allaha. İmam gərək Qurana əməl eləsin. Ədalət əsasında rəftar eləməlidir və haqqa boyun əyməli, öz nəfsinin istəyini Allahın istəyinə məcbur eləməlidir. Allahın salamı olsun sizlərə və əməli salih insanlara. Ləbbeyk ya Hüseyin, 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 ləbbeyk ya Ay ay ay. Aman hicran odunla. Yaqub Nəbi o qədər Yusuf'un yollarına göz dikti ki, gözləri kör oldu. Yaqub Allah'ın Resulü olduğu halda hicranın dərdinə taqəti yox idi. Sən Yusuf'un köynəyi kimisən. Daha bundan artıq ayrılığa dözümüz qalmıyor. Nə qədər ki sağıq, ölməmişik. Bir iş görür, muradımıza yazın ki gəlsin. Müslüm, yaz. Gəlməyin üçün gərək səni məcbur edəydim, hə? Atacan, düzünü deyim, gəlmək istəmirdim. Çünki niyə çağırıldığımı bilirdim. İstəmirəm ki, sizlə Muxtar arasında bir növ vasitəçi olum. Qızım, əziz ərin şəhəri bir-birinə qatıb, evini fitnə yuvası eləyib. O istəyir ki, öz əli ilə evini və özünü məhv eləsin. Axı sən ərini ram eləməyin yolunu anandan yaxşı öyrənmisən. Niyə qadınlıq məharətindən istifadə eləmirsən? Bu azğın varlığı cilovlamırsan, nahaq yerə. Düz eləmirsən. Onun əl-qolunu bağlayan yeganə qüvvə eşqidir. Muxtarın həyatına ona görə girməmişəm ki, əl-qolunu bağlayım. Zəlil və təslim olmuş Muxtar mənim arzuladığım həyat yoldaşı deyil, ata. Deməli, sən Muxtarın son vaxtlardakı işləri ilə razılaşırsan. Mən onun ağıl və düşüncəsinə inanıram, ata. Bilirəm ki, daya suya baş vurmaz. Vurub, qızım, vurub. Peyğəmbərə and olsun ki, dayaz olmayan suya baş vurub. Evini sel gələn yolda tikib. Müslüm onun evində qonaq qalır. Əgər bu xəbər Yezidə çatsa, bəlkə də indiyə çatıb. Evi və ailəsini Muxtarın sallaxxanasına döndərəcək. Sən burada nə edirsən, Ömrə? Sən nəyə görə buradasansa, mən də ona görə. Ömrə sənin xanımın, mənim də qızımdır, Muxtar. Ərinə itaət etmək qayda qanundursa, valideyninin borcunu qaytarmaq da vəzifədir. Sizin etirazınız var? Etiraz? Xeyr, etirazım yoxdur. Təəccüb elədim, çünki Ömrə gəlmək istəmirdi. Mən onu bura gətizdirmişəm, səni gətizdirdiyim kimi. Onda işimiz bitdi, Ömrə. Tənbə üçün, yoxsa qurbanlıq olmağa çağırılmışıq. Muxtar, ağlını başına yığ. Sizi Küfənin hakimi kimi yox, ürəyi yanan, sizin yaxşılığınızı istəyən bir ata kimi çağırtdırmışam ki, sözlərimə qulaq asasız. Küfə cəmaatına arxalanmaq, uçuq divara söykənmək kimidir.
Kufə cəmaatı həmən cəmaatdır ki, əli onları kişiyə oxşar olanlar adlandırıb. Bu cəmaat adama oxşuyurlar, adamın özü deyirlər. Hayküylərinə fikir verməyin, sözlərinə dilxoş olmayın, vədələrinə inanmayın. Yezidin o qədər qızılı, qılıncı və əskəri var ki, əuzi billah, Firon kimi Allahlıq iddiası eləyə bilər. Bunu Hüseyin də bilir. Əgər Kufəlilərə etibar eləsəydi, Kufəyə Müslümü göndərməzdi, özü gələrdi. Nə küfəlilərin vəfasına inamım var, nə də Yezdin qüdrətindən qorxum. Mənim üçün əsas dəlil Hüseyn İbn Əlinin buyurduğudur. Yezidlə beyyət haramdır. Xeyr, deyəsən sənin nəsiyyət eşidən qulağın yoxdur, Muxtar. Sən soyun o tayındasan, mənsə bu tayında. Bir gün eşidəcəksən ki, Kufə məscidində minbərə çıxıb sizinlə olan qohumluğumu inkar eləmişəm və sizi himayə eləməkdən əl çəkmişəm. Sizin son işləriniz Yezidi mənə qarşı bədbin eləyib. Sən öz abır-həyanı düşünürsən, mən öz abır-həyamı. Həqiqin oğlunu qonaq saxlamağınla qəsdən və açıq-aşkar məni özünlə döyüşə çağırırsan. Qılıncını çıxart, onda sənə göstərim ki, siyasət nə ata-ana tanıyır, nə qız, nə də kürəkən. Bildin? Bu qədər təəssübkeşlik edəcəyinizi gözləmirdim. Bir ənsardan olan mücahidə yaraşmaz ki, Yezidi haqlı bilsin. Yəqin ki, Yezid onu qorxudub. Məni atamın qorxaq olmasına görə danlama, Muxtar. Son vaxtlar yaman tez küsən və həssas olmusan ömrə. Bundan sonra heç nə danışmayacağım ki, anlaşılmazlıq olmasın. Olmazdı ki, Müslüm möminlərin fətva sahibi olan şeyxlərin birinin evinə gedəydi. Başqa möminlər yox idi ki, sən onu qonaq qəbul eləmə iddia eləmisən? Xanım əmr eləsə elə bu saat gedib Müslümdən üzr istəyərəm. Ailə üzvlərim narazıdırsa mənə düşməz. Qiyamət günü Əliyə özün cavab verərsən. Muxtar, sənin müşkülün ondadır ki, qaynatan Küfənin hakimidir. Elə bilirsən, Ömər Səid kimi tamahkarlar, gözlərini vəzifəyə, taxtaca dikənlər boşbekar oturacaqlar? Xeyr, onlar səndən Küfə hakiminin qohumluğunu şeytanın bayraq eləyəcəklər. Numan gedib Ömər Səid gəlsə yaxşıdır, yoxsa Numan qalıb möminlərlə mücür rəftar eləsə yaxşıdır. Ömrə, Küfədə şiyənin müşkülü ondadır ki, iş biləni, siyasətçisi yoxdur. Bu cəmaat o qədər sadəlövdür ki, təkcə göz yaşı töküb dua eləməyi bacarır. Müslüm mənim evimdən başqa bir evə getsəydi, amanda olmazdı. Ümmü Sabitdən nə xəbər? Eşitmişəm, evi möminlərin hökumət sarayına çevrilib. Ümmü Sabit də adamdır və öz ağlı var. O, Muxtarın hansı Leylinin Məcnun olduğunu yaxşı bilir. Qapıya deyirsən ki, divar eşitsin? Ömrə divar deyil, xanım. Muxtarın səfər yoldaşıdır. Əliyə olan eşqdir ki, Muxtarın taliyinə ömrəni qismət elədi. Özünlə müğayət ol, Muxtar. Kimlə gəlmisən, ömrə? Zerbi ilə. Zerbi? Bəs hardadır? Onu görmürəm. Ağasının evinə baş çəkmək üçün məndən icazə aldı. Sabit üçün darıxdığını bəhanə elədi. Məncə, Müslümü görmək üçün gedib. Sən günü bacına baş çəkmək istəmirsən? Ürəyim çox istəyir, Muxtar. Qorxuram bu xəbər Küfənin hakiminə çatar. Sonra vəziyyət daha da pisləşər. Bugün məni danlayıb, sabahsa dağlayar. Səni danlayıb? Eşitmədin? Deyirdi, minbərə çıxıb bizlə qohumluğunu inkar eləyəcək. Xəcalətliyəm ömrə. Yaman giriftar olmusan.
Yaman narahatam. Qaş düzəldən yerdə deyəsən vurub gözü də çıxardım. Mən mərhum Muaviyyədən eşitmişəm ki, İraqlılar Hüseyni qiyam etməyə məcbur edənədək əl çəkən deyirlər. Tezliklə Muaviyyənin dedikləri baş verəcək. O kütbeyin və düşüncəsiz cemaat Hüseynə o qədər lazımsız məktublar yazdılar ki, nəhayət heç kimin ağlına gəlməyəsi bir iş baş verdi. Müslüm İbni Əqilin Küfəyə göndərilməsi, yəni qiyam bayrağını qaldırmaq, yəni döyüş elan eləmək, evləri odlayan bir müharibə odunu alovlandırmaqdır. Cəmaat, Küfə odlanmaq üzrədir. Ya Məhəmməd, biz sənə şikayət edirik. Ya Məhəmməd, biz səni çağırırıq. Ya Məhəmməd, biz fikrə düşənlər bu vahid milləti parça-parça eləmək istəyirlər. Bu çətin gündə bizə dayaq ol, ya Məhəmməd. O qorxub, Numan bu meydanın mərdi deyil. Daş başına ki, elə bilir göz yaşları qılıncdan kəsərlidir. Timsahdır, göz yaşıdır Həzrəmi. Kürəkəni və qızı onun ayağının altını yaxşı qazıblar. Onun ürəyi bu ümmətin parça-parça olmasına yanmır. Ona görə yanıb tökülür ki, öz qohumunun üstünə qılınc çəkə bilmir. Filan kürəkən qaynatasının qarşısında, Sübhanallah. Qohum əqrəbanı bir-birinin canına salan fitnə fəsaddan həzər edin. Mən Numan İbn Bəşir, Küfənin valisi, beyyəti sındıranlarla qohumluq əlaqəm yoxdur. Hətta o beyyət sındıran ciyərimin parçası olsa belə, istər qızım olsun, istərsə də kürəkənim, istər oğlum olsun, ya da ki qardaşım. Müslüm İbn Əqilə beyət əli uzadanlar ya beyət niyyətindədirlər. Onlara xəbərdarlıq edirəm ki, düyünü dişləri ilə açmasınlar. Bu siyasətlə çox çəkməz ki, möminlər öz rəhbərlərini taxta çıxararlar. Namərd əli ilə geriliyir, ayağı ilə qabağa gedir. Tuf olsun belə yaramazlığa. Bu qədər ahnalə nəyə gərəkdir axı, cənab Numan? Beyyət sındıranlarla güc dili ilə danışın. Allah hamd olsun ki, xütbəniz zəiflik və qorxu ilə dolu idi. Mənim sözüm sənin kimi Rəsulullahın huzurunu dərk eləməyən biri üçün zəif görünə bilər. Başa düşdün, Həzrəmi? Mən Allaha itayət eləməkdə zəiflərdən olsam, ona qarşı günah etməkdə daha qüvvətli olmaqdan yaxşıdır. Allah qəbul eləsin. Allah qəbul eləsin. Allah qəbul eləsin ya. Allah qəbul eləsin. Bu da Numan üçün qazdığım qəbir. Sözsüz ki, şeytanın qulağı kar, gözü kör. Bununla da rey mülkü şikar olacaq. Oxu görüm nə yazmısan? Sa'd ibn Vəqqasın oğlundan Həzrət Əmir əl-Möminin Yezid ibn Muaviyyəyə. Başa düşmədim. Hansı İbn Vəqqasın? Bu Səhədin oğlunun adı yoxdur bəyəm? De, səndən soruşuram Ömər. Sənin adın yoxdur? Bir də hansı Səhəd Əbu Vəqqas? Əli ilə Muaviyyənin davasında bir tərəf qalan Səhəd Əbu Vəqqası deyirsən?
Yoxsa Muaviyyənin həmişə ondan qorxduğu Səd Əbu Vəqqas ki, onu hakimiyyət iddiası elədiyini düşünərək zəhərləyib öldürdü. Yezidin gözü Səd Əbu Vəqqasın adına sataşan kimi məktubu oxumadan yandıracaq. Gərək belə yazaydın, ürəyi sınmış, dərdli və qəmgin əskər olan, uzun illərdə atasının cəhalətinin xəcalətini çəkən, yaxud bütün fəth və xidmətlərini bir səhvi ilə gözdən salan Fatihin oğlu. Oldu. Qalanına qulaq as. Xəlifə atanızın ölümünə necə inanmaq olar? Harun onun yanında gəda idi. Hatəm Tayi onun yanında xəsis idi. O İskəndər timsallı, ərəbin fəxri idi. İdiləri çoxdur, azalt. Ey Allahın həbibi! Ah xəlifətullah! Ah vəhi katibi! Ah möminlərin zinəti! Ey 7 iqlim xosrovlarının başının tacı olan! Bu ki mənim dilimdən səhifəyə köçürülüb, ürəyin qan ağlamasıdır, sənin başına gələn böyük hüzün və müsibətdəndir. Bəsdir Ömər, ardını oxumağa ehtiyac yoxdur. Bu yazdıqlarının hamısı yaltaqlıq və zahirdir. Sən bir kəlmə Noman İbn Bəşirdən ərz eləmək istəyirsən. Muaviyyədən elə yazmısan ki, elə bil Yezid də bəli deyəcək. Mən Yaşıl Sarayın yaltaqlarının dilini yaxşı bilirəm, cariyə. Unutma ki, Yezid ədəbiyyatçı və şeir əhlidir. İstəyirsənsə Muaviyyənin halvası ilə Yezidin şorbasına çatasan, yaz. Küfə elə bir haldadır ki, onun fərsiz hakimi beyyət sındıranlarla əlbirdir. Çünki bu qiyamçıların başçısı onun qohumlarıdır. Çünki Kürəkənin evi möminlərin xəlifəsinin hökumət evinə çevrilib ki, orada Əbu Turabın oğluna beyyət eləyirlər. Və salam, məktubun sonu. Yezidə yaltaqlanmağın və Nomanın pisliyi barədə ifrata varmasından rey mülkünə sahib olmaq istədiyini başa düşər. Ağlayırsan Ömrə? Nə xəbər var? Xəbər buradadır. Oxu. Yezidin məktubudur. Yezidin mülayimliyinizi və siyasətinizi bəyənməyəcəyini bilirdim. Bu tezliyi ilə tədbir görəcəyini güman eləmirdim. Allaha 100.000 dəfə şükürlər olsun ki, Yezid mənim istifamı tələb eləməklə dağ boyda yükü çiynimdən götürdü. Bəlkə də bu yükün altında belim qırılacaqdı. Heç güman eləyirsən ki, mənim yerimə Küfəyə kimi hakim təyin edəcək? Ömər Səidin sabiq işlərindən xəbərim olduğu üçün güman edirəm ki, sizin yerinizi onu seçəcək. Əminəm ki, sizin barənizdə olan xəbərləri Yezidə o yazıb. Muxtar, özünü də məni də təhqir eləmə. Ömər elə adamdır ki, mənim yerimdə otursun. Sizin düşüncə və fərasətinizə şübhəm yoxdur.
Amma şərabxor və meypərəst Yezid ağıllı hakim və işçi istəmir. Yaltaq adam istəyir. Ömər Səədin də yaltaqlıqda tayı bərabəri yoxdur. Muxtar, sizi gecə vaxtı ona görə çağırmışam ki, təkcə işdən çıxarıldığımı xəbər verim. Yezid mənim yerimə hiyləgər, qan içən, qəddarın birini təyin eləyib ki, o buranı, Kufəni Hüseynin dostlarının qurbangahına çevirmək istəyir. Mən siyasətlə birinin nala, o birisinin mıxa vurmasından həzər elədim. Mən elə hey onu eləməyin, bunu eləməyin deyə hirslənirdim. Aşkarda sərtlik eləməyin deyirdim. Axı mən dəvəni minarədə gizlədə bilməzdim. Kufə muzdur və casuslarla doludur. Hər bir hadisəni bircə-bircə gezidə yazırlar. Yezid məndən sizlərin başını istəyirdi. O iş ki, İbn Ziyadın Bəsrədə elədi. O Hüseynin elçisi Süleymanın başını Yezid üçün göndərdi və oldu Kufənin hakimi. La hövlə və la qüvvətə illa billah. Əgər Mərcanənin oğlunun ayağı Kufəyə dəysə, onun birinci ovu Müslüm İbni Əqil olacaq. Sonrasa Muxtar Səqəfidir və daha sonra kimlər? Yezidin əmrinə əsasən sizləri öldürməli, qadınlarınızı kəniz kimi satmalıdır. Ömrə, sən təhlükəsiz bir yerə getməlisən. Sən atanın canı. Təhlükəsiz yerə? Məsələn, hara? Taif kimi yerə. Muxtarın Taifdə də ev eşiyi var. Yaxşı fikirdir. İraqdan köç Ömrə. Anam dömənin yanına get. Mən Muxtarla nigaha girəndə əhd bağlamışam ki, həyat yoldaşımın şad günündə də, qəmli günündə də onun yanında olum. Mənim üçün ərimin kölgəsindən başqa təhlükəsiz yer yoxdur. Muxtar harda olsa, mən də orada olacam. Tərslik eləmə qızım. Nəsiyyətlərimizi ən ucuz qiymətə belə almadın. O qədər inatkarlıq elədiniz ki, məni də, özünüzü də, Hüseyninizi də təhlükəyə saldınız. İbn Ziyadın tədbir görməsi, Numanın tədbir görməsi deyil ki, göz bağlayıb, görməməzliyə vurasız. Heyf, heyf ki, Muxtar mənimlə keçinmədi. Təəssüf ki, sizin istehzanıza səbəb oldum. Şadam ki, bundan sonra qaynatamla qarşı-qarşıya gəlməyəcəm. Heyf idi ki, Ənsar mücahidi, fəsadkar Yezidin hakimi olsun. Eşidirsən Ömrə? Bu o deməkdir ki, Muxtar qılıncını qınına qoymayacaq. Odur ki, sən əl-ayağa dolaşma, Taifə get. Qoy Muxtar da arxayın halda o tərəf bu tərəfə çapıb toz torpaq qaldırsın. Atacan, İzzətimin Ləfqada tapdalanması, qürurumun Taifdə sınmasından yaxşıdır. Ləfqa mənim evimdir. Mən ev eşiyimi tərk eləməyəcəm. Muxtarın xasiyyətləri sənə keçib? Bu nə inatkarlıq və özbaşınalıqdır ki, sən eləyirsən? Mən qürur və qeyrətimi sizdən irs götürmüşəm. Muxtardan yox. Pəh, pəh! Mən də bugünə qədər öz-özümə deyirdim ki, yazıq qızım Ömrə, Muxtarın inatkarlığından gör nələr çəkir. Bu gecə başa düşdüm ki, Allah qapı ilə taxtanı bir-birinə cüt yaradıb. Heç olmasa bu gecəni atanın yanında qalırsan, yoxsa yenə də inad eləyirsən? Əvvəlki inadım Küfənin hakimi ilə idi. Atamdan yox. Bu gecədən mən Numan İbn Bəşir Ənsarinin qızıyam. Yezidin əmrinin yox. Məmnuniyyətlə qalaram ata. Şükür eləmək lazımdır ki, keçmiş vəzifəmə görə məni qadağan eləməmsən. Və amma sən, Muxtar, İbn Ziyad həmin adamdır ki, 1001 hilə ilə İranın Xorasanını fəth elədi. Sən və dostların onu adi hesab eləməyin.
Özün və Süleyman kimilərə baxma. Sübh vaxtı sənin evində göz yaşı tökən və ləbbeyk ya Hüseyin fəryadı eləyən küfəlilərin çoxu gecə vaxtı başlarını hökumət evinə gələrək bir ovuc dinar və dirhəmə tamah salıb Yəzidlə beyhət eləyirdilər. Sonra da sənin və yavərlərinin saqqalına rişxənd eləyib qəhqəhə çəkib güldülər. İstəsən adlarını sənin üçün bir-bir açıqlayaram. Numan mənə çox sarsıdıcı bir xəbər verib. Nə xəbər? Beyyət edən həzəratlardan çoxu hökumət evinə gedib öz beyyətlərini bir ovuc dinar və dirhəmə satıblar. Acığın tutmasın, Muxtar. Sənin qaynatan xalis bir əməvidir. Düzdür, Yezid onu işdən kənarlaşdırıb, amma Muaviyə də ona az yaxşılıqlar eləməyib. Mən demək istəyirəm ki, Müslümlə beyyət eləyənlərin hamısı Peyğəmbər övladı və pakizədirlər. 100 buğdanın içindən 10 çürük və qurdlu buğda əkin üçün fəlakət hesab olunmaz. Nə etmək istəyirsiniz? Hə, İbn Ziyadın bizi döyüşə təhrik eləməkdən elə də acığı gəlmir. Ona görə də nə qədər ki İmam Küfəyə gəlməyib və cihata, döyüşə əmr verməyib, biz mütləq səbirli olmalıyıq. Cənab-ı Müslim də yerini dəyişməlidir. Heç olmasa İbn Ziyadın qoşununun bir hissəsini Küfədən kənara yönəldin. Necə? Şaya yayarıq ki, Müslim Küfədə dəvətini sona çatdırıb, Küfədən kənara çıxıb ki, müsəlman ərəbləri və bədəvi qəbilələri beyyətə dəvət eləsin. Bu minvalla Mərcanənin oğlunun qoşunlarının bir hissəsini azdırarıq. Yaxşı fikirdir. Bu işi üçün hamıdan çox sən münasibsən. Gərək bu yeni yetmə cavana elə dərs verək ki, bütün Xorasanın fəthinin ləzzəti burnundan gəlsin. Muxtar, doğrudan da Əmin Səidin xatirəsini canlandırdın. Allah sənə xeyir versin ki, əlindən gələn əsirgəmədin. Heyf ki, vəziyyət başqa cür oldu. Sizi qonaq eləyə bilmədik. Əgər özünüz bizi tərk eləmək istəməsəydiniz, qanımın bahasına da olsa belə qonaqpərvərliyimə zəmanət verərdim. Hələlik, qardaşım. Hələlik. Məni Küfənin ətrafındakı vəziyyətdən xəbərsiz qoymayın. Mən də xəbərləri vaxtında sizə göndərərəm.